Gəlin baxaq. Həyatın qaynar xətti. Salam, bugünkü verilişin ekspertlərini sizə təqdim edirəm. Məşhur hüquqşünas, Azərbaycan Respublikası Cinayət Məcəlləsini əzbər bilən Professor Yura Fakov. Xahiş edirəm adımı düz deyəsiz. Yura Fakov yox. Yurfaklı. Professor Yurfaklı. Professor, necə oldu ki siz Azərbaycan Respublikasının Cinayət Məcəlləsini əzbər öyrəndiniz? O çox asan oldu. Məsələ burasındadır ki, mən Cinayət Məcəlləsinin bütün maddələri üzrə türmədə yatmışam. Çox sağ olun. Növbəti qonağımız məşhur həkim, stomatoloq, ginekoloq, kojveneroloq, endokrinoloq, bir sözlə rüşvətoloq, Professor Prostat Vəziyev. Üçüncü ekspertimiz məşhur residivist, keçmişdə narkotik alveri edən, 4 il alkoholizmdən müalicə alan, hal-hazırda isə mollalıq edən, məşhur Molla Balatka Başdaşıyev. Növbəti qonağımız Xətai rayonlu 999 nömrəli mənzil istismar sahəsinin rəisi Padoş müəllim Utanmazov. Nətəryanın mənzil istismar sahəsinin rəisi. Bəs mən orada təyin eləyəndə maddə edilə ki, sən Jekin rəis olasın. Padoş müəllim, ikisi də eyni şeydir. Doğrudan. Bir dəqiqə özür istəyirəm. Alo, arvad. Az akademi etsəm mən Jekin yox, mənzil istismar sahəsinin rəisiyəm. Çalırsan? Hadi kim danışırsan orada? Gəlib bu dəqiqə orada istismar eləyərəm ha. Və sonuncu qonağımız məşhur avtoslesar. 300 manata 75-ci ilin 011-ini 2005-ci ilin yaşqasına peridelka edən, kartoşları motor yağı ilə qızardan, Respublikanın bir nömrəli çilingəri Ağamulator Yatanov. Alo, ha, nə deyirsən? Əşi lomla çaxart geçsin də. Deyirəm lomla çaxart geçsin, çox danışa bilmirəm, efirdəyəm, sonra zəng eləyərsən, davay, sağ ol. Bağışlayın, buyurun. Studiyamızda birinci zəng var. Salam, sualım hüquqşünasadır. Buyurun, eşidirəm sizi. Professor, mənim Əhmədlidə balaca bir dükanım var. Bir sözlə 7 baş ailənin çörəyi oradan çıxır. Lap yaxşı, problemimiz nədir ki? Problem odur ki, hər kvartalın axırı mən soyuluram. Uçaskovudur, sanepidem stansiyadır, naloqıvı, gəlirlər işləməyə imkan vermirlər. Sualım isə belədir. Onların bu cür gəlməyi hüquqi baxımdan nə dərəcədə qanuna uyğundur? Çox yaxşı sualdır. Əlbəttə, hüquqi baxımdan hüququn haqqı haqdır. Amma baxır, haqqın baxımı hüquqdur ya haqdır. Əsas məsələ haqqın hüququ, haqqın hüququndan hüquqlu və baxımlı olmalıdır. Buna görə də bu suala daha ətraflı bizim Molla əmi cavab verər. Necə yanım Molla? Stansiya, uçaskovi və nalog sizin obyektə gəlirsə, deməli günah özümüzdədir. Başa düşmədim, məndə niyə? Çünki siz obyektə lazım olan şeyləri asmırsınız. Mən nə asmalıyam ki? Yadında saxla. Sanepidem stansiyanın gəlməməyini istəyirsənsə, qapının ağzından üzərli gəl. Uçaskovinin gəlməməyini istəyirsənsə, qapının ağzından göz mıncığı yaz. Bəs nalog gəlsə nə asım? Burada uca heç də kömək eləməyəcək. Nalog gəlsə qapının ağzından özünü yaz. Narahat olma, evdəkilərə deyərsən ki, 3-7-40 mənli yürü. Bütün gün axşamlarda 50% əndirimlə yola verəcək. Molla əmi, mənim obyektimə kim gəlirsə ya, hamısını lomla çaxardıram dedi. Əşi, Molla əmi, siz nə biləsiz obyekt saxlamaq nə deməkdir? Ya uzun billah oğlum, elə demə. Mənim də öz obyektim var. Hansı obyekt? Bu yaxınlarda, şəhərin düz mərkəzində biz 28 nəfər molla atışıb böyük bir obyekt açdıq. Adını da qoyduq 28 mol. Növbəti sual
həkimədir. Doktor Vəziyev, sualım belədir. Birinci üzdəki qırışları soruş. Ay arvad, bir dəqiqə dayan. Deməli doktor, mənim qaraciyərimdə... Arıqlamağı da soruş, arıqlamağı da. Ay arvad, bir dəqiqə dayan. Doktor, deyirəm axı, qaraciyərimdə ağrılar... Mütləq xüsusi diyetanda soruş diyetanı. Ay arvad, dayan. Doktor, deməli... Arıqlamağı soruşmadın axı. Ay arvad, dayan. Ayağındakı podaqranda soruş. Ay arvad, dayan. Selülit yaddan çıxdı. Dayan. Doktor, bağışlayın, artıq sualım sizə deyil, hüquqşünasadır. Mənə ölüm işinə görə nə qədər verərlər? Kardeşim, bax gör arvad 100% ölür. Bəli. Onda mənim nömrəmi Hadi yazsın. Ola sen neynedin? Ondan sonra arvadı lomla sakardardın gederdin. Növbəti zəngimiz var. Sualım hüquqşünasadır. Əgər insanı təhqir eləsən, məni hansı cəza gözləyir? Deməli, cinayət məcəlləsinə əsasən hər bir söyüşə görə siz 20 manat cərimə ödəməlisiniz. 20 manatdan? Nə yaxşı. Onda mən JEK rəisi Padoş müəllimə müraciət edirəm. Buyurun. Əclaf! Alçaq! Ay küçük! Şərəfsizin biri şərəfsiz! Liftimiz nə vaxt düzələcək? Yekavlasan ha? Cəmatın arasında mən niyə söyürsən? Özdə 20 manatdan. Gəl kabul etmə. 10 manatdan nə qədər istəyirsən söyle. 5 manatdan qoysan üzümə tüpürüm gedər. Bura bak, Padoş. Can Padoş, can. Hala narahat olma. Gelersen bizim avtoservise. Maşının yağını değişerik olarıq raşşot. Kişi adamsan, kişi. Sağ ol. Növbəti zəngimiz var. Sualım həkimədir. Bəli, buyurun, eşidirəm sizi. Doktor Vəziyev, Azərbaycanda həkim çoxdur. Əlbəttə çoxdur. Hamısı da savadlıdır. Əlbəttə, mən sizə tam əminliklə deyə bilərəm ki, bizim həkimlərin hamısı çox güclüdür. Bəs onda niyə hamısı müalicə üçün xaricə gedir? Kardeş düz qeyd elədi. Bizim həkimlər insanları çox pis müalicə edir. Pis. Molla əmi, çox danışma da. Əgər biz xəstələri yaxşı müalicə eləsək, siz işsiz qalarsınız. Tamam, aylarla xəstəxanalardan çıxmır. Hala çıxmır, lomla sakar geçsin de. Növbəti sual mənzil istismar sahəsinin rəisi Padoş müəllimədir. Salam Padoş müəllim. Əleykümə salam, buyurun. Padoş müəllim, mən sizin sahədəki binada yaşayıram. İş burasındadır ki, bizim binanın bloku bərbad vəziyyətdədir. Bax kim gəlir, uşaqlar, boğulmuşlar, alkaşlar, hamısı bizim bloka, necə deyərlər, öz ehtiyacını ödüyor. Bloku eləyiblər ayaq yolu, idam baş satdıyır. Xahiş edən bir tədbir görün də. Siz görün nə qədər utanmaz, tərbiyəsiz adamlar var. Qardaş, siz narahat olmayın. Mən sizin məsələni elə bugün, elə burada sizin yanınızda həll eləyəcəm. Siz bir dəqiqə ad boy verməyin. Alo, Dadaş, ünvan deyin. Niyapol küçəsi ev 7, 2-ci blok. Demək Dadaş, Niyapol küçəsi ev 7, 2-ci bloku yaman günə qoyublar. Hər gün oranı batırırlar. Təcili surətdə həmin bloka 2 dənə unitaz, 2 dənə də pisuar qoyun. Gör imkan varsa uşaqlar üçün qarışıq da qoysun. Aziyat da qoysun. Diyan da. Uşaqlar üçün qarışıq, 2 dənə, Nə? Baçok? Baçok lazım deyil, o sorulara su gəlməyir. Çox sağ olun Padoş müəllim. Buyurun. Xalqa xidmət eləmək biz JEK rəislərinin borcudur. Hamımız kişi adam. Çok sağ olun. Çox sağ olun. Biz isə reklamlardan sonra davam edəcəyik. Dostlar, təklif eləyirəm, deyirəm, çıxaq bəlkə təmiz hava alaq, ha? Nə baxırsınız, deyirəm, sigaret çəkək bəlkə. Estağfurullah, doktor, estağfurullah. Sigaret haramdır. Ondansa gedək 50-50 bırak halal kalbasa var. Gəl. Ala bura baxın. Mən nə sigaret çəkənəm, nə də araq içən. Sizi burada gözləyirəm. Reklam qutaran kimi gəlin. Nə deyirdin? Əşi deyirəm, lomla sakart geçsin də. Reklamlar bitir, hamı qayıtsın yerinə. Yaxçı, reklamlar qutarır. Efir qutarsın, sonra danışarıq. Yaxçı, sağ ol.
Hamı qayıtsın studiyaya, hamı öz yerinə. Ala gəlin çıxın da, reklamlar qutarır, efir başlayır. Əyləşin yerinizə, diqqətsiz canlı efirdəsiz, növbəti zəngimiz var. Salam, mənim sualım həkimədir. Arvadın sancıları artıb, amma doğa bilmir. Ne edək doktor? Ala doğa bilmir, lomla çaxar geçsin də. Ala gəlin çıxın da. Növbəti sual Molla əmiyədir. Salam Molla əmi. Aleyküm selam. Mənim babam ölüb, onu harda yuzursaq məsləhətdir? Allah baban ölüb gətir onu bizim avtoservisə. Salar onu moykiyə, beskantak yuyarıq. Lazım olsa polirovkədə eləyərlər. Növbəti sual mənzil istismar sahəsinin rəisi nədir? Padoş müəllim, Aa. bu ne biabırçılıqdır. Blokumuzda ışıq olmadığına göre qaynanam yıxılıb ombasını sındırıb. Allah qaynanan yıxılıb, ombasını sındırıb. Gətir onu bizim avtoservisə. Salarıq onu yağmıya altına baxarıq. Lazım olsa svarkəliyərik. Nə problem var? Növbəti suala həkim cavab verəcək. Salam doktor. Aa. Mən babasildən əziyyət çəkirəm. Neyniyim? Allah get svesaları dəyiş düzələr də. Sonuncu sual hüquqşünası adı. Salam, Əleykümə salam. mən bir dövlət müəssisəsində işləyirəm. Bizdə bir idarə rəisi var. İmkan vermir ki, gənc və bacarıqlı kadrlar qabağa geçsin. Özü də ki, yaman yiyir. Yağ yiyir. Yağ da yiyir, pul da yiyir, rüşvət də yiyir. Biz onu işdən necə çıxardaq? Bir görkəmli hüquqşünas kimi deyə bilərəm ki, siz onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən rüşvətxorluğa görə, 308-ci maddəyə əsasən vəzifəsindən sui istifadəyə görə və 179-cu maddəyə əsasən dövlət əmlakının israf etdiyinə görə məhkəməyə verib işdən azad eləyə bilərsiniz. Doğrudan deyirsiniz? Ala zarafat eləyirəm. Onu əncaq lomla çıxartmaq olar. Çünki bizimkilər yaxçılıqla başa düşmür. Əncaq lomla.